Əziz dəyərli izləyicilərimiz, Park Kristal Yasamalıda dövlət ipotekasına yararlı qanuni 2 otaqlı mənzilimiz satışa çıxarılıb. 12 mərtəbəli binanın 2-ci mərtəbəsində qismən əşyalı mənzilimiz satışa çıxarılıb. Hal-hazırda biz mənzilimizin giriş hissəsindəyik. Girişdə sol tərəfdə qonaq otağı, bir də mətbəx yerləşir. Sağ tərəfdə sanitar qoşu hamam otağı yerləşir. Üzbəyiz olan otaq isə valideyn otağıdır. Və daxil oluruq biz qonaq otağı. Əziz dəyərli izləyicilərimiz, mənzil qanuni 2 otaqlıdır. Sadəcə olaraq mənzil sahibi, bura əvvəl yataq otağı olub, mənzil sahibi o mətbəxlə aranı açıb, studiya eləyib. Baxa bilərsiniz. Mənzil qismən əşyalı satılır. On 12 mərtəbəli binanın 2-ci mərtəbəsində texpasport çıxarışı var. İpotekaya yararlıdır. Mənzilimizin ümumi sahəsi 70 kvadratdır, sənəddə 64 kvadrat metrdir. Daxil oluruq hamam otağına. Qazlı, Kuqcalı ipotekaya yararlı mənzildir. Və daxil oluruq yataq otağına. Bura necə satım ki, əvvəl qonaq otağı olub, mənzil sahibi sonra buranı valideyn otağı eləyib, yataq otağı eləyib. Gördüyünüz əşyalar demək olar ki, qismən çoxsu qalacaq. 12 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Mənzilimizin start satış qiyməti 77.178 177.000 manatdır. Real alıcıya endirim olunacaqdır.